Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. 16 yaşı tamam olmamış şəxslərin sosial şəbəkə platformalarında fərdi hesab yaratmasına icazə verilməyəcək. Xəbər verilir ki, bununla bağlı Milli Məclisə layihə daxil olub. İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna təklif edilən dəyişikliklərə əsasən 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək. Platformaların siyasi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan qurum tərəfindən müəyyən olunacaq. Provayder platformalarında fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətini nəzarəti təmin etmək üçün bu texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir. Şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabının yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi. Bu qeyd edilən məlumatlar əsasında provayder şəxsin, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğunun göndərilməsi, habelə ona məxsus bank kartından pul vəsaitinin çıxarılması, geri qaytarılması şərti ilə vasitəsilə bəyan edilmiş yaşın yoxlanılmasını həyata keçirəcək. Qanun dərc olunan gündən bir il sonra qüvvəyə minəcək.